Salamlar, ümid edirəm yaxşısınız. Deməli, mən sizə bu gün XSS-dən və STF haqqında danışacağam. XSS nə bağlı bir STF. Ümumiyyətlə XSS nə deməkdir? İkinci adı olaraq cross-site scripting deməkdir. XSS JavaScript kod boşluğudur. Tutalım bir hücumçu, məsəl üçün bu şəxs input validation and sanitation edilməmiş bir sayta tutalım bir payload göndərir. Bu payload filtrlənmədən keçmir və promo, yəni birbaşa artıq serverə göndərilir. Və bu server da bir kodun parçası kimi icra edilir. Və artıq bu bizə XSS boşluğunu verir. XSS-in ümumiyyətlə 3 sövü vardır. Dördüncüsü də blind XSS-dir, yəni kör XSS. Burada artıq biz output-u görmürük. Məcbur müəyyən proqramlarla onu görə bilərik, yəni veb saytda görsənmir. Birinci reflect XSS-dir. Dərhal görsənir. Yəni məsəl üçün tutalım comment hissəsinə yazmışıq və ya URL hissəsinə yazmışıq bu payload-u və artıq bunun cavabını biz veb saytda görə bilirik. Pop ekranında görə bilirik. Və bu sessiyalıdır. Yəni tutalım biz səhifədən çıxdıq, artıq bu XSS sona çatır. Yəni bir daha ranlanmır. Stored XSS ən təhlükəlisidir. Deməli kod serverda və yaxud yəni databazada saxlanılır və hər dəfə icra edilir. İndi buna aid bir STF göstərəcəm sizə. Donbase XSS-də browserda işləyən JavaScript-də olan bir boşluqdur. Yəni bu browserda JavaScript skriptin içərisində olan bir boşluqdur. Baxın bu məsəl üçün bir JavaScript skriptidir. Alert 1. Bunu yazan zaman pop-up ekranında biz 1 görürük. Və bu da stored XSS nümunəsidir. Baxın, comment bərabərdir post comment-ə, yəni comment inputdur. Tutalım bir istifadəçi bura hər hansı bir şey yazır, tutalım payload yazmır, nəsə yazır. Bu save to database, yəni databazada saxlanılır. Əgər bura payload atılsa, bu da artıq databazaya düşür və bu çox təhlükəli bir şeydir. Əgər bu databazaya düşsə, hücumçu nə edə bilər? Tutalım admin artıq içəri giribsə, admin session ID-sini, yəni hüquqçısını oğurlaya bilər, hesabları ələ keçirə bilər və yaxud başqasının adından hər hansı bir şey edə bilər. Çox təhlükəlidir. İndi gəlin sizə bir STF göstərim. Belə bir STF-imiz vardı. Hospital STF-idir. Burada stored XSS boşluğu vardı. Boşluq nədən ibarətdir? İlk başda girən zaman nə görürük? Ancaq inputlardır. Adımız, e-mailimiz, passwordumuz və yaxud da account vardısa girmək üçündür. Kontakt hissəsinə gəlirik. Əlaqə hissəsində məsəl üçün nə yazaq? Burada bir dənə tutam bir dənə kimi yazaq. Deməli, əsas söhbət burdadır. Comment hissəsində artıq biz stored XSS yoxlayacağıq. Tutalım nə yazırıq? Script. Və yaxud bir demişdik daha elə bunu yazaq. Bu bizim JavaScriptimiz kodumuzdur. Send message verdiyimiz zaman bu artıq databazaya düşür. Baxın bura onun rəqəm istəyirmiş. Baxın, mesaj göndərildi deyir. OK-yə basırıq. Sonra gəlirik. Artıq biz içəri girməliyik. Çünki bu stored XSS-dir axı. Databazaya düşübdür artıq bu. Öz hesabımızı yazırıq. Belə bir hesab var idi. Baxın, əvvəlcədən yazdığım bütün payloadlar bir-bir icra ediləcəkdir. Çünki bu stored XSS-dir. Hər dəfə icra edilir. Baxın, məsələn 1 var. Məsələn, burada artıq session ID-ni də görə bilirik. İndi onun üçünə bir payload vardı. Baxın. Gəlin buradan logout verim. Məsələn, session ID-ni mən oğurlamaq istəyirəm. Daha tutalım. Home page-ə qayıdaq. Yenə kontakt hissəsinə gəlirik. Eyni şeylər yazırıq. Burada 55 nə yazmışdıq? Mesaj hissəsində artıq biz öz payloadumuzu yazacağıq ki, session ID-ni oğurlaya bilək. Alert 1 yazmayacağıq bura. Document.cookie yazacağıq. Bu nə deməkdir? Baxın. Bir dəqiqə. Baxın.
Document.cookie. Bu nə deməkdir? Yəni sən get bunun içərisini oxu və mənə göstər pop-up ekranında. Gəlirik bura. Enter-ləri. Yenə mesaj göndərildi deyir. Təzədən yenidən öz hesabımıza daxil oluruq. Baxın. Açıq gördüyünüz kimi biz session ID-ni oğurlaya bildik. Bu boşluqdan biz hər cür yararlana bilərik. Kiminsə session ümumiyyətlə cookiesini oğurlaya bilərik. Hesabını ələ keçirə bilərik. Onun adından məsələn post ata bilərik. Hər cür bir şey edə bilərik. Hətta bunu da sizə göstərdim. Məsələn Ctrl Shift K ataq bura. Konsolda ayaqda tutalım yazaq alert. Hey yazaq da tutalım. Aha. Enterləyirik və gördüyünüz kimi pop-up ekranı bu formada bizə göstərilir. Yəni bu çox ciddi bir boşluqdur. Düzdür, indi bilmirəm, hal-hazırda saytlarda belə bir boşluq çoxdurmu, azdırmı, amma ümumiyyətlə ethical hackingdə bu mütləq manuel formada yoxlanılmalıdır. Yəni bütün saytlarda yoxlanılmalıdır bu. İzlədiyiniz üçün təşəkkürlər. Digər videolarda görüşərik.